Aytım, mövsümə uyğun nə yemək hazırlaya bilərsən? Mövsümə uyğun bir Qəbələ mətbəxinin hər bir yeməyi hazırlayacağım. Adını da axırda deyəcəm. Hazırladığımız yemək üçün lazım olan ət, quzu əti, antrikot yablonçkası, vişnə, alça, reyhan, çiyid, 5-6 dənə də çeri pomidor, sarımsaq. Bunu sacda hazırlayacağım. Həmişə olduğu kimi quyruq yağımızı ərizələyib qoy təmiz ərisin. İndi isə antrikotlarımızı yavaş-yavaş düzülüş qızarmağa. Artıq ətlər qızarmağa doğrudur. Alçasını bıraq. Şirəsi çıxsın. Bir də vişnə soku ilə bir yerdə. Son olarak da göyərçisini vurur. Artıq bizim döyməçli antrikot yablonçkamız hazır. Möhtəşəm. Yeməklərdən ötürü turuncanın atan yanına.